Hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz məntiqdən, mətnin məntiqi təhlil olacaq. Elə birinci sualdan başlayaq vaxt itirmədən. Deyir ki, ABCDY tələbələrdir. Yazıram verilənləri. ABCDY tələbələrdir və bu tələbələr müəyyən bir ixtisaslarda oxuyurlar. Biri riyaziyyatda oxuyur. Yəni bu mövzunu mətni məntiqi təhlilini işləyəndə əsas məqam odur ki, cədvəl qurmalıyıq və cədvəldə verilənləri qeyd edəcəyik. Hərəsinin baş hərfini də yaza bilərsiniz. Daha aydın olsun deyə, ətraflı olsun deyə biraz qısaldılmış formada yazıram. Siz yenə də baş hərfini də yaza bilərsiniz. Və hüquq fakültəsi. İndi başlayaq hər birini cədvəldə qeyd edək. B ya fizikada, ya hüquqda oxuyur. Başlayıram. B ya fizikada oxuyur, ya da hüquqda. Qalanlarına çıx qoymalı. Niyə? Çünki digərlərində oxumur. Ancaq fizika və hüquqda oxuyur. Sonra D kimyada oxumur. Deməli, D kimyada oxumursa, kimyaya çıx qoyacağım. D ilə Y qızlardır. D ilə Y-nin qarşısına yazıram qız olduğunu. Riyaziyyatda oxuyan qız deyil. Deməli, qızın kim olduğu bəlli olandan sonra riyaziyyatda oxuyan D ilə Y-nin olmadığını artıq bilirəm. Fizika və tarixdə oxuyan, riyaziyyatda oxuyan qız deyilsə, onun da üstünə hazır qedim ki, riyaziyyatda oxuyan deməli oğlandır. Fizika və tarixdə oxuyan oğlandır deyir. Fizika ilə tarix oxuyan oğlanlardır. Üzərində yenə qeyd eləyək. Oğlanlar fizika tarixdədir. Yaxşı. Bəs 2 dənə də qız var axı. Deməli, həmin o 2 dənə qız kimlər qaldı? Kimya ilə hüquqda oxuyanlar. Biri kimyada oxumalıdır, biri hüquqda. Kimyada D oxuya bilməz, demək ki, Y oxuyur onda. Hüquqda da onda kim oxuya bilməz? Y-ni üstəgəl qoyduğum üçün çıxları qoyuram. Və digər üstəgəlin sətir və sütun boyu hamısını çıxlarını qeyd eləməliyəm mütləq. Qaldı bir dənə D-ni tapmaq. D də qız olduğu üçün qızlardan bir dənə hüquq qalıb. Hüquqa üstəgəl qoyuram. Digər yenə yerdə qalan bütün xanların hamısına çıxları mütləq sətir və sütun boyu çıx qoymalıyam. Qaldı nə? Baxıram ki, bura üstəgəl qoymuşamsa, buna da çıx qoymalıyam da. Artıq B hüquqda oxuya bilməz. Onda B-nin 2 şansı var. Ya hüquqda, ya fizikada oxumaq. Demək ki, fizikada oxuyurmuş. B-ni müəyyənləşdirdi. Fizikadır. Yenə yerdə qalan, baxın, həm yuxarıdan, həm də sətir boyu çıxların hamısını qoydum. Qalan görək kimlər qalıb əldə. Deməli, oğlanlardan qalıb. Riyaziyyatda oxuyan kimdirsə oğlandır, bilmirəm hansıdır. Ya A-dır, ya C-dir, ikisindən biridir. Tarixdə oxuyan qalıb. Görək, tarixdə oxuyan kimdir? Oğlandır, yəni onu da bilirəm. Oğlanlardan onsuz da A ilə C də oğlandır, bilmirik hansıdır. İkisi də oğlan olduğu bəllidir artıq. Bir də hüquqda oxuyan tapıldı ki, D-dir. Onsuz da bizdən kimi istəyir? Kimyada oxuyan istəyir. Kimyanı tapmışıq ki, Y-dir. Yəni, riyaziyyatla tarixə ehtiyac yoxdur. Olacaq onda A variantı. Gəldi ikinci suala. İftixar, Orxan, Talih, Mirağa, Vüsal adlı şəxslər, deməli, istirahət edirlər. Yazıram onda mütləq cədvəldə qeyd eləməliyik. İftixar, Orxan, Talih, sonra Mirağa və Vüsal. Və hansı şəhərlərdə istirahət edirlər, onları da sırayla düzək. Yazıram London, Barselona, Roma, İstanbul və Parisdə istirahət edirlər. Cədvəli tamamladıq. İndi qaldı cədvəlimizi doldurmaq. Başlayaq, görək kim, harda və neçə gün qalıb. Deməli, verilib ki, bizə 5 gün, 7 gün, 10 gün, 15 gün, 20 gün. Başlayıram oxumaq. İftixar şəhərdə dostları Vüsal, Mirağa və Talihdən daha uzun müddət qalmışdı. Deməli, nə yazacağım? Vüsal, Mirağa və Talihdən daha uzun müddət qalan kimdir? İftixardır. Sonra bu cümlə istifadə elədik.
İstanbulda istirahət edən Orxan. Deməli artıq İstanbulda istirahət edən bəlli oldu ki, kimdir? Orxandır. İstanbula Orxan yazıram və Orxanı artıq digərlərinə çıx qoyuram. İstanbulda sağdan soldan hər tərəfdən çıxları qoydum. Sonra İftixardan 5 gün az istirahət eləmişdi. Bu nə deməkdir? Yəni Orxan az istirahət edib 5 gün. Yəni Orxanın istirahət sayının üzərinə 5 gəlsəm, İftixarın istirahət günlərinə uyğun gələcək. Bu rəqəmlərə uyğun gələn hansı olar? Məsələn, Orxana desək ki, 10 gün istirahət edib, onun üstünə 5 gəlsin, İftixar 15 gün. Və yaxud Orxan 15 gün olsa, üstünə 5 gəlsin, İftixar 20 gün. Başqa bu tənliyə uyğun gələn yoxdur rəqəmlər. Ancaq 10, 15, 20. Bunlar mümkün ola bilər. Qalsın. Davam edirik. Londona gedən Mirağa, deməli bildik ki, Mirağa Londona gedib. Mirağa yazıram, Londona gedib. Digərlərinə yenə ətrafına çıx qoyuram. Və üzərinə də qeyd edirəm ki, Orxan İstanbuldadır, Mirağa Londondadır. Davam edirik. Vüsaldan daha az, Talehdən daha çox eyni şəhərdə qalmışdı. Onda sıralama necə olacaq? Bax, birinci yazaram Mirağa. Deməli, Vüsaldan daha azdır. Vüsaldan azdır və Talehdən daha çoxdur. Sıralamanı düzdür. Sonra Romaya gedən kimdirsə bilmirəm. Yazıram Romaya gedən. Barselonaya gedəndən daha çox. Deməli, qarşısına yazıram Barselona və İstanbulda istirahət edəndən daha az müddətdə şəhərdə qalıb. Deməli, buraya yazıram İstanbul. İstanbulda istirahət edən bizə bəllidir ki, Orxandır. Orxan da neçə gün istirahət edib onu bilmirik. Və deyir ki, kim Barselona ilə Parisdə qalmışdır. Yaxşı. Biz indi nəyi müəyyənləşdirməliyik? Biz bilirik ki, Orxanla İftixara 2 cür versiya var. Birinci versiyada Orxan 10 gün qalıb, İftixar 15 gün. İkinci versiyada isə 15 və 20-dir. Hər ikisini yoxlayacaq. Birinci başlayıram 10 və 15-dən. Orxana 10 gün deyirəm. Yazıram Orxan 10 gün, İftixar 15 gün İftixar. Sonra bir cümləmiz vardı. Bizim axı burada deyirdi ki, İftixar kimdən daha çox qalmışdı? 3 dostundan, Vüsal, Mirağa, Talehdən. Mən İftixardan qabaq deməli 3 dənə yer olmalıdır. Vüsal, Mirağa və Taleh. Axı görüm üst-üstə düşür, Orxanda var. Yəni İftixardan balacaların sayı 4 nəfər olur da, belə deyək də, amma 3 dənə rəqəm var. Uyğun gəlmir. Deməli, birinci hal səhvdir, 10-15 ola bilməz. Keçək ikinci hala. Bu dəfə Orxana 15 gün deyirəm. 15-in üzərini yazıram Orxan və İftixarı yazıram 20 gün. Yaxşı. Bunu tapdıq. Onda İstanbuldakı İftixarı Orxana yazıram 15. 15-dən balaca kimlərdir? 5, 7, 10 qalıb, düzdür? Bir də Mirağanı bilirəm ki, burada Londondur. Üzərində qeyd edirəm. Barselona ilə Roma qalıb. 15-dən balaca hansı rəqəmlər qalıb? 15-dən balaca 5, 7, 10 qalıb. 5, 7, 10 qalıb. Və əlimizdə olan nələri bilirik, onu da qeyd edək. Orxanı bilirik ki, 15-dir, İftixarı bilirik ki, 20 gündür. Yaxşı. İndi baxaq görək kimlər qalıb. Mirağa bilinmir neçədir. Mirağa yoxdur. Düzdürmü? Bir dənə 15-dən 20-ni bilirik. 5, 7 onlar arası. 15-dən balaca 5, 7, 10-u. Məsələn, tutaq ki, 5-lə 7 yazsaq. Bir də bu sırayla baxmalıyıq. Məsələn, 5, 7 mi yazaq, yoxsa 7, 10 mu yazaq? Bunu bilmirik. Düzdür, arada qalmışıq. Amma bu sıralamadan bilə bilərəm ki, Taleh, Mirağa, bir də Vüsal hansılardır? Axı, yerdə qalan bu üçlü bunlardır. Taleh, Mirağa, Vüsal. Sırası fərqli də ola bilər. Hələ ki, yazdıq. İndi sıralamasına görə ən balaca Talehdir. Onda elə düz yazmışıq. Ən balaca 5 Talehdir. Mirağa 7 gündür, Vüsal 10 gündür. Buna əsasən artıq London, burada Barcelona, Roma da axı London deyil. 7-ni silməliyəm. Yerdə qalan 5 ilə onu bura düzməliyəm. Deməli, Barcelona 5-dir ən balacası. 10 gündəki Romaya düşür. 10 gün Romaya düşürsə, hərəsinin tapıldı. Deməli, Barcelona 5 gün gedəndir və Taleh, deməli, Taleh Barcelona yazıram. Barcelona. Bizdən elə Barcelona istəyir. Deməli, birinci oldu Taleh. Bir də Paris istəyir. Roma tapmışam 10 gün gedib. Romaya gedən kimdirsə 10 gün gedib və 10 gün üzərində də V yazmışıq, Vüsal yazmışıq. Deməli, bu Romaya gedib. Bir dənə İftixar qaldı. O da hansı şəhər qalıb? Bir dənə Paris qalıb. Deməli, İftixar da Parisdədir. Yəni, bizə lazım olan hər şeyi tapa bilərik.
Parsiya onda düşdü. İftixar. Deməli cavab olur talihlə iftixar, C variantı. Gəldik 3-cü suala. Üçüncü sualda nə istəyir bizdən? Deyir ki, kitabxanaya 1-dən 7-yə qədər nömrələnən kitablar verilib. Yazıram 5, 6, 7. 3 fərqli fizika kitabımız var. Fizika 3 ədəddir. 2 fərqli kimyadır, 2 fərqli biologiya kitabıdır. Kimya kitabları yan-yana düzüləcək. Yəni bilirəm ki, kimya ilə kimya mütləq yanaşı olmalıdır. Biologiya yan-yana və ayrı da ola bilər. Yəni arasında nəsə olsun və yaxud yanaşı da olsun. Fizika kitabları yan-yana gəlməyəcək. Fizika yan-yana olmaz. 3-cü yerdə kimyadır. 3-ə yazıram kimya. 6-cı yerdə fizikadır. Yazıram fizika. Biologiya neçənci yerdədir? Fizika 6-dadırsa, fizikanın sağında, solunda fizika ola bilməz. 3 dənə fizikam var. Biri yazılıb. 2 dənəsi qalıb. Məcburam birini 4-cü yerə yazım. Biraz arılansın bu fizikadan. Sonra 1 ilə 2-yə ikisinə də eyni anda yaza bilmərəm. Çünki yanaşı olmamalıdır. Bir dənə indi 1-ə yazım, yoxsa 2-yə yazım. Fizikanın biri qalıb, baxa bilmirəm. Onu necə yazacağam? Kimyalar mütləq bilirəm ki, yanaşı olmalıdır. Ona görə kimyanı 2-yə yer saxlayıram ki, yanaşı düşə bilsinlər. 4-ə yaza bilmədim, çünki fizika oldu. Onda bir dənə fizikanın 3-cüsü gəlib 1-ə düşəcək. Fizikalarımı yazdım, kimyaları yazdım. Biologiya ayrı da ola bilər demişdik. Biri 5-də, biri 7-də olur. Bizə istəyir ki, biologiya neçənci yerdədir? 5-ci yerdədir. Y variantı. Gəldik 4-cü suala. Deməli, müəllim, sürücü, çilingər və bənna klubda yığışmağa qərar alıblar. Deməli, A, B, C, D nəfərləri və bunlar da kimlərdir düzəyim? Müəllim, bənna, sürücü, bir də çilingər. Çilingər. Başlayaq. Deyir ki, ilk olaraq kluba sürücü gəlib. Birinci sürücü gəlib çıxıb. Sonra A və C kluba birlikdə gəldi. A ilə C ikisi birlikdə gəldi. Demək ki, sürücü A ilə C ola bilməz. Çünki ilk təkdir, A, C amma birlikdədir. Onda A, C-nin hər ikisinə sürücüyə çıx qoyuram. C çilingər deyil. C deyir çilingər deyil. Çıx qoyuram. Deməli, C çilingər deyil. D müəllimin gəlmədiyini görüb ona zəng vurdu. Deməli, D ayrıca gəlib və müəllim deyil. D müəllim deyil. Həmçinin müəllim gəlməyibsə, deməli, A ilə C də müəllim deyil. A ilə C müəllim deyil. Onda belə çıxır ki, müəllimə kim qaldı bir dənə? B qaldı. B müəllimdirsə, qalanlarına çıx qoyuram yenə. Qalanlarına çıx qoydum. Artıq buradan sürücünü də tapa bilirəm ki, çünki 3 dənə çıx var, bir dənə üstə gəl, sürücü D qaldı. Deməli, sürücü bəllidirsə, sağ solda yenə çıxları qoyuram. Çilingər də tapıldı. Çilingər onda A çilingər olacaq. Yenə ətrafındakilara çıx qoyuram. Bənnaya kim qaldı? Bir dənə C qaldı. Bizdən də kim istəyir? C ilə B-nin peşəsi. C bənna oldu. Bir də B-nin peşəsi müəllim. Bənna ilə müəllim olan D bəndi. Növbəti 5-ci suala baxaq. Tələbə Gənclər Təşkilatının 5 üzvü JK element keçirəcək tədbirə hazırlıqla əlaqədar bir iş həftəsi, yəni bazar ertəsindən cümə gününə qədər, onda yazıram 1-ci gün, 2-ci gün, 3-cü gün, 4-cü gün və 5-ci günlər. Dəqiqə. 5-ci günlər deməli işə cəlb edir. Təşkilatın sədri onların iş qrafikini müəyyənləşdirəndə aşağıdakı nəzərə almalıdır. Tələbələrin hər biri heç olmasa bir gün işləməlidir. Heç biri 3 ardıcıl gün işləyə bilməz. M cümə axşam və cümə günü, yəni 4-cü və 5-ci günə M mütləq olmalıdır. M verdi, K-nın işlədiyi gün J işləməməlidir. Yəni K varsa mütləq ki J olmamalıdır, çünki K ilə J eyni anda ola bilməz.
Bunları nəzərə alıb iş qrafikinə görə K həftədə 4 gün işləyəcəksə, bu qrafik əsasında çərşənbə günü kimlər işləyə bilər? Çərşənbə yəni 3-cü gün istəyir bizdən. Biz də bilirik ki, K-nı 4 gün işlətməliyik və 3 ardıcıl gün olmamalıdır. Mən əgər tutaq ki, K-nı sırayla düzsəm, 1-dən 2-yə versəm, 3-cü gün yaza bilmərəm, axı ardıcıl olmamalıdır. Məcbur 4-dən 5 yazacağam. Başqa cür versəm mümkün deyil. Niyə görə? Tutaq ki, məsələn, K-nı mən 1-ə yazmasaydım, tutaq ki, 1-ə yazdım. Heç 1-ə yazmayayım, məsələn, 2-ə yazdım, 3-ə yazdım. 2 dənə ara qoymalıyam. Məsələn, 3-ü dalbadal gələ bilməz də. Bunu boş qoymalıyam. Məcburam bura yazım. 4-cündə sarı yazım. Təzən qayıdım bura yazsam, yenə 3 nəfər ardıcıl olacaq. Yəni heç bir halda mümkün olmur ki, yəni K-mız 3-ü ardıcıl olmadan 4 dənəsini yerləşdirə bilmirik. Ona görə məcbur 1-dən 2-yə və 3-dən 4-ə yerləşdirirəm K-ları. K olan gündə J olmamalı. Deməli, J harda ola bilməz? Mütləq hardasa bir dənə olmalıdır. Axı, bu 4 dənə də olmayacaq. Bir dənə 3-cü günə J qalacaq. Baxıram variantlarda. A bəndini silirəm, içində J olanlar. A-nı sildim, B-ni sildim, C-ni də sildim. J olanlardan 2 dənə D ilə Y qalıb. Ya JL ya da JM 3-cü günə. M ola bilməz, çünki M-in konkret günlərini verir ki, 4 və 5-ci günlərdə, 3-cü gün mümkün deyil. Demək ki, J ilə L 3-cü gün ola bilər, D bəndi. Növbəti suala baxaq. 5 qardaş var. Kamran, Rəhim, Anar, Cavid, Murad. İkisi əkizlərdir. Qardaşlarım dediklərinə görə əkizləri müəyyənləşdirelim. Kamran deyir ki, məndən kiçik 3 qardaşım var. 5 qardaşdır, yazıram. 1, 2, 3, 4, 5 qardaş. Kamran deyir ki, məndən kiçik 3 qardaşım var. Yazıram. Kamran deməli böyükdür. Kimdən? 3 nəfərdən. 3 qardaşdan. Anar deyir ki, məndən kiçik bir qardaşım var. Anar deyir ki, məndən balaca bir qardaşım var. Anardan balaca bir qardaşımız var. Sonra Rəhim deyir ki, məndən kiçik 4 qardaşım. Onda aralarında ən böyüyü Rəhimdir. Çünki Rəhim deyir ki, məndən deməli kiçik 4 qardaşım var. Deməli Rəhim ən başda gələndir ki, özündən sonra 4 nəfər hamısı ondan balacadır. Sonra Murad deyir ki, məndən böyük 2 qardaşım var. Onda 2 dənə qardaş, 2 qardaş kimdən böyükdür? Muraddan böyükdür. Yaxşı. İndi başlayaq. Rəhimi müəyyənləşdirdik. Gəldik Kamran. Kamran deyir ki, məndən böyük 3 qardaşım var. Kamrandan balaca daha doğrusu 3 qardaş var. Onda bu 3 nəfər balacalar qalsın. Kamranı məcbur ikinciyə yazım ki, ondan balaca 3 nəfər qalmış olsun. Və Kamran, deməli Kamrandan balacalardır bunlar. 3, 4, 5 Kamranın əkizi ola bilməz demək ki. Çünki bunlar Kamrandan balacadır, belə deyək. Kamran böyük hamısından. Sonra Anar deyir ki, məndən böyük bir qardaşım var. Murad deyir, məndən balaca 2 qardaşım var. Məndən böyük daha doğrusu. İndi başlayaq görə Anar harda ola bilər, Murad harda ola bilər. Murad deyir ki, məndən böyük 2 qardaşım var. Onda mən Muradı özündən böyük 2 nəfər olmalıdır. Buraya yazsam özündən böyük çox olacaq. Buraya yazsam, ya 3 ilə 4-ün arasında, məsələn, buraya yazsam, hə, özündən böyük 2 nəfər var deyə bilərəm. Anar deyir ki, mən Anardan balaca bir qardaş var. Onda Anarı mən məcburam bura yazım və özündən balaca bir qardaş kim qalıb? Kimin adını yazmadım? Cavidin adını yazmadım. Cavid də buradadır. Bax, R kimidir? Rəhimlə Kamran arasında əlaqəni verib ki, bunlar hamısı böyükdülər. Cavidin arasında əlaqəni verib. Deməli, burada bir dənə əkiz ola bilən Muradla Anar qalır. Çünki digərlərinin arasında əlaqə verib ki, Anarla balaca mütləq var. Yəni, Anarla Cavid ola bilməz. Səhvdir. Kamranla Rəhim heç ola bilməz. Çünki orada deyir ki, özündən böyük. Məsələn, Kamran deyir, özündən böyük 3 qardaşım var. Və yaxud Rəhim deyir ki, özündən böyük 4 qardaşım var. Yəni, heç birinə əkiz deyiləm. Çünki hamısından böyükdür bu. Deməli, Kamranla kimi sildim, Rəhimi silirəm. Sildim. Elə B-ni də silirəm. Harada Kamran, Rəhim görsəm sildim. Muradla Arif bir dənə əkizlər. Muradla kim? Anar qalır əkizlər olur. C variantı.